Yenə də təkrar edirəm ki, yer üzü indiki zamanda çox qaranlıqlar içərisindədir. Bəşəriyyətin heç bir üzvü, qrupları digər üzvləri ilə, qrupları ilə ümumi dil tapa bilmir və bilmək də istəmirlər. Çox pis vəziyyət yaranıb yer üzündə. Demək olar ki, bütün yer kürəsi bu haldadır. Gör böyük yaradan yerin indiki halını gələcək bəşər üçün özünün yaranış kitabında necə təsvir edir? Ey gələcək bəşər, bu an yer məkanı halsızdır. Bəşər bəşərlə pul arasındadır, halsızdır. Yer məkanı qanlar içərisində halsızdır, qaranlıqlar içərisində halsızdır. Yer məkanı halsızdır, bəşərin dağıdıcılığı arasında halsızdır. Yer məkanı zəlzələdə, yer məkanı küləkdə, yer məkanı sularda, sağalmaz xəstəliklərdə halsızdır. Yer məkanında bəşər bəşərdən uzaq, müharibələrlə, qanla uzaq. Yer məkanında azaldırlar, işıq axımını azaldırlar. Bəşəri bəşərlə azaldırlar. Yer məkanı iftirada, məkirdə, iftirada. Bəşər bəşərlə üz-üzə, yer məkanı iftirada. Yer məkanında azalır, işıqlar azalır. Yer məkanı səfalətdə, aclıqda, səfalətdə. Silahlar işıq deyil, müharibələr işıq deyil, yalanlar işıq deyil. Elmsizlik işıq deyil. Yer məkanı bölünüb, xəttlərə bölünüb. Bəşər bölünüb, müharibələrlə sülh olmadan, sülh deyimi ilə bölünüb. Ruzilər azalır, varlıqlarda işıqlar azalır. Yer məkanı bəlaya dönür. Ətraf məkanlara bəlaya dönür. Məkanda qan, səfalət, ətraf məkanlara işıqsızlıq. Bəşər də indi bu günlərdə nə eləyir, nə danışır, nəticələri nə ilə qurtaracaq, heç özü də dərk eləmir. Amma eləyir. Yəni bunların hamısı bir çalxalanma vəziyyətindədir. Belə vəziyyətin özünün bir bağlılığı var. Bəşər yığır və nəticəsizliklərə özünü aparıb çıxarır. Nəticə isə onun yığdıqlarından azad olmasıdır. Deyək ki, minilliklər ərzində biz bildiyimiz minilliklərdən də qabaq böyük yaradandan göndərilənlər olubdur. Bunlardan bəziləri də kitablarla göndəriliblər. Kitablarla göndərilənlərin hamısı öz dövrlərində göndərilmişdilər. Tarixə baxın. Bu dövrlərin hamısı bir-birinə oxşar, qarışıqlıqlı vəziyyətlərdə olublar. Kitablarla göndərilənləri bəs niyə qəbul etməyiblər? İnsanlara rəhmlə, deyimlərlə istiqamət göndərilir. Yenə də bunlar bir-birinə zorakılıq edirlər. Böyük yaradan rəhimlidir. Bunlara zorakılıq etmir, xəbərdarlıq göndərir. Bu barədə böyük yaradan deyib, hakim mənəm, güc etmirəm, rəhimliyəm, rəhimsizlik etmirəm, səbirliyəm, səbirsizlik etmirəm. Nurumdan yaranırsan, səni işığından etmirəm. Əbədi yaranışı əbədiyyətindən etmirəm. Etmirəm. Sən bəşərə cəza verib cəzalı etmirəm. Mən amiranəlik etmirəm. Xəbərdarlığı böyük yaradan göndərilənlə göndərir. Məsələn, Həzrəti Zərdüşt də bir göndəriləndir. Onun dövrünə diqqətlə fikir versək, onda da bu daşqınlar var idi. Onda da bu zəlzələlər var idi. Onda da bu kasıbçılıqlar, ruzisizliklər var idi. Məsələ təkcə ruzisizliklə bitmir. Tədavül vasitəsi olan pulun özü nəinki dəyərdən düşüb, həm də qədərdən düşüb. Qədərsizliklərin hamısı bir-birinə bağlılıqdadırlar. Cəm qədərsizliklərin özlüyü bağlıdır bəşəriyyətin özünə. Bəşərin özünə bəla gəlir, bəşərin özünə ümidsizlik gəlir. Yer üzünə bu dəqiqə nə pis hal gəlib ki, insan özünü intihar edir. Yaşamağa doğulmuş insan özünü intihar etməməli idi. İnsanların nəticəsizliyinin intiharıdır bu. Onun günahı yox idi, o da yaşamaq istəyirdi. İnsan özünü dərk etməyəcəksə, ətrafındakı bəşərə, insanlara insan kimi baxmayacaqsa, belə olmaz və bu dayanmalıdır. Bəşəriyyət özünü belə apararsa, ətraf məkanlara da bu qaranlıqları ilə
daha da çox sirayət etmiş olur. İndiki vaxtda dünyanın çox yerində güclü daşqınlar baş verir. Hər tarixdə belə olubdur. Hər yeniliklər gələndə, dəyişikliklər olanda daşqınlar, zəlzələlər, aclıqlar olubdur. Kütləvi qayıdışlar olubdur. Vulkanik proseslər baş verib. Havalar çox qızıb və s.